21-ci fəsil. Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları. Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. İşçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işə götürənlə razılaşdırıldığı vaxta verilir. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işə götürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxta verilir. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır. A. Qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl yaxud sonra. B. 18 yaşına çatmamış işçilərin. C. Müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin. Ç. Əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin. D. Hərbi qulluqçu arvadının ərinin. E. Təhsil müəssisələrində oxuyan şəxslərin kurs işlərinin və ya imtahan verildiyi diplomun müdafiə edildiyi vaxtda. Ə. Əlilliyi olan şəxslərin. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq, əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işə götürənin razılığı ilə tədris ili ərzində verilir. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxtda mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı 6 ay işlədikdə əmələ gəlir. Maddə 132. Əmək məzuniyyəti hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir. A. İş yerinin və bu məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr. B. Qanunsuz və əsassız işdən çıxarılmaqla yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi iş buraxma dövrü. C. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr. Ç. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən, vəzifədən azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə vəzifəyə bərpa edilən şəxsin məcburi iş buraxma dövrü və ya həbsdə olduğu dövr. Bu məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti əmək məzuniyyəti hüququ verən əmək stajına daxil edilmir. Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəllik. İstehsalın və iş yerinin normal gedişini tənzimləmək, məzuniyyətlərin çotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəllik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi Həmkarlar İttifaqları Təşkilatının olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Aşağıdakı işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli vaxtda verilir. 14 yaşınadək 2 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara, 16 yaşınadək uşaqları tək başına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına, ərinə, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, Çernobıl ailəsində qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı 18-dən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan şəxslərə, bu məcəllənin 120-ci maddəsinə göstərilən xüsusi xidmətləri olan işçilərə, əsas iş yerində məzuniyyətə çıxan əlavə iş yeri üzrə işləyən işçilərə, əlavə iş yerində məzuniyyətə çıxan əsas iş yeri üzrə işləyən işçilərə, işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası. Əmək məzuniyyətlərinin verilmə vaxtı işə götürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə,
Cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. A. Əmək qabiliyyəti müvəqqəti itirildikdə. B. Əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə. C. İşə götürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işə götürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. Hərbi vəziyyət dövründə səfərbərlik planlarına, tapşırıqlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi. Bu məcəlləyə uyğun olaraq işə götürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili, iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası. Bu məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu məcəllənin 115-ci və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda, hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Maddə 137. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırma qaydası. Əmək məzuniyyəti işçinin arzusu və işə götürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda, onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. Müstəsna hallarda istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirə salınmaz işlərin görülməsi zərurət olduqda, əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geri çağırma əmrlə, sərəncamla, qərarla rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri əvəz gün verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək, bu məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geri çağırılma yalnız işə götürənin mülahizəsi ilə həyata keçirilir. Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması. Bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə ərizəsi əsasında işə götürənin əmri, sərəncamı, qərarı ilə rəsmiləşdirilir. Əmrdə, sərəncamda, qərarda işçinin adı, atasının adı və soyadı, vəzifəsi, peşəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr, sərəncam, qərar, məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilir və işçi onunla tanış edilir. İşə götürənin yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəllik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına
riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək tam yaxud bir hissəsindən, 3-ün işəgötürənə ərizə ilə müraciət etmədikdə, işəgötürənin əmri, sərəncamı, qərarı ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin, sərəncamın, qərarın nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünü təmin olunması məqsədilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. 22-ci fəsil. Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları. Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən, əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, bu məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən, qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boş dayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. 12 təqvim ayından az əmək məzuniyyətində olub, məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü, məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ü bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlamasına ən gecə 3 gün qalmış ödənilir. Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün növbəti əmək haqqı, avans və ya qalan hissəsi verilən gündən gec olmayaraq məzuniyyət vaxtı üçün orta əmək haqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər. Əmək müqaviləsində kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Maddə 141. Məzuniyyətdə olan işçiyə əlavə sosial məişət müavinətlərinin ödənilməsi. Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmadıqda, habelə büdcədə maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial məişət şəraitinin yaradılması, müəyyən məbləğdə sosial məişət müavinətinin ödənilməsi, müəssisənin və ya fiziki şəxs olan işəgötürənin vəsait hesabına istirahət sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı, işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci maddəsində nəzərdə tutulmuş ödənişlərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.
Maddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri. Məzuniyyət vaxtının əmək haqqı, əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. İşə götürən bu məcəllənin 141-ci maddəsində göstərilən qaydada müəyyən edilmiş ödənişlərin verilməsi üçün vəsaiti və onun mənbəyini müəyyən etməlidir. 23-cü fəsil. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası. Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi. Müvafiq iş ilinin, illərinin məzuniyyətindən istifadə etməmiş işçi ilə bu məcəllənin 70-ci maddəsinin A və Ç bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla, qalan hallarda əmək müqaviləsinə xitam verilərkən İşçinin arzusu ilə həmin iş ili illəri üçün ona məzuniyyət verilir və işdən çıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə edilmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu məcəllənin 115-117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Maddə 145. Məzuniyyətlərin verilməsi zamanı kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə tənzimlənən qaydalar. İşə götürən həmkarlar ittifaqları təşkilatı ilə birlikdə və ya öz mülahizəsi ilə vəsait hesabına məzuniyyətlərin bu məcəllədə nəzərdə tutulmuş müddətlərindən az olmamaq şərti ilə başqa növ məzuniyyətlərin, onların müddətlərinin artırılmasını, məzuniyyətə gedərkən işçilərin müvafiq miqdarda sosial məişət müavinətinin, sanatoriya kurort müalicəsinin xərclərinin ödənilməsini və məzuniyyətdən səmərəli istifadə etmək üçün məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi məişət güzəştlərinin verilməsini, habelə digər tədbirlərin həyata keçirilməsini kollektiv müqavilələrdə və yaxud əmək müqaviləsində nəzərdə tuta bilər. Maddə 146. İşin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarla işin normal ahəngini pozan amillər, təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işə götürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin 2 illik müddətinin cəmindən çox olmamalıdır. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yol verilməzdir. Bu hal işə götürənin təqsiri üzündən boş dayanma hesab edilir və işçilərə bu məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.